Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Öncelikle Uca Allah'tan diləyirəm. Bizi onun nemətlərini görən, etiraf edən, diliyle ve əməliyle şükür edən qullarından eyləsin. Amin. Kısa bir şey hatırlatmaq istəyirəm. O da günahın en büyük təsirlərindən biri olan ve en qorxulu təsirlərindən biri olan şey odur ki, günah insanı muvaffaq olmaqdan məhrum edir. En çok insanın işinin çətinləşməsinə, ibadətdə zəifləməsinə, qəlbinin qaralmasına, xeyir əməllərdən geri qalmasına səbəb olur. Ona göre bəzi elm əhli günahlardan danışarkən buyurur ki, günahlar insanın boynuna asılmış zincir kimidir. Necə bir adamın belinə bir 20 kiloluk zincir qoyarsan, yatanda onunla yata, duranda onunla dura, yemək yeyəndə onunla ye, yol yeriyəndə onunla yeriyə. Nə qədər bir zincir insanın həyatının normal getməsinə manidirsə, ağırlıq törədirsə, baxın, insanın etdiyi günahlar da o şəkildə insana təsir edir. Ona görə bir insanın gecəni faydasız yerə keçirməsi və yaxud da namaza yatıb qalması və yaxud da namaza önəm verməməsi tələb olunan şəkildə və yaxud da elm almağa yəni həvəsi olmaması, olunan nəsihətdən qəlbinin təsirlənməməsi, bunların hamısı günahın fəsadlarından, günahın insana göstərdiyi təsirlərindəndir. Bunun da nəticəsi olur ki, günahlara asanlıqla yol verən və tövbə eləməyən adamlar adətən dinində və dünyasında muvaffaq olmur. Uca Allah'tan diləyirəm ki, günahlardan çəkinənlərdən ve günahlara düştüğü zaman da geciktirmeden tövbe eləyənlərdən etsin bizləri. Və sallallahu aleyhi ve sellem və bərik ala nəbiyyə Muhammed.